Salam müəllimlər, bugünkü mövzumuz 6-cı sinifdən 24-cü mövzumuz olan məişət tikiş maşınının quruluşu mövzusudur. Tikiş maşınları iki cür olur. Sənaye və məişət tipli. Məişət tikiş maşınları dedikdə artıq üç cür olur. Əl, ayaq və elektrikli işləyən. Baxın, fikir veririk bu hissəyə. Tikiş maşınları neçə cür olur desək, deyirik iki cür. Sənaye və məişət. Yox, məişət tikiş maşınları neçə cür olur desək, deyirik üç cür. Əl, ayaq və elektrik ötürücülüyü olurlar. Məişət tikiş maşınları quruluşuna, texniki imkanına və xarici görünüşünə görə müxtəlif olur. Buna baxmayaraq amma, onların quruluşunda, təmir istifar qaydalarında bənzərliklər çox olur həmişə. Məişət tikiş maşınları parçanın kənarlarını kəsib düzəltməkdir, ilmələr və detalları ilməkləməkdir, dekorativ tikişləri yerinə yetirmək, həmçinin naxışlama üçün nəzərdə tutulmuşdur. Saydıqları məişət tikiş maşınlarına daxildir. Tikiş maşınları müxtəlif ötürücülərin köməyi ilə hərəkətə gətirmək olar. Bəs tikiş maşının ötürücülərinin növləri necə olur? Bütün müasir məişət tikiş maşınları elektrik ötürücülərlə təchiz edilmişdir və ötürücü maşının işlək hissəsini hərəkətə gətirən qurğudur və elektrik ötürücü hissədən ibarət olur. Elektrik mühərrikindən və pedaldan. Elektrik mühərriki tikiş maşınına bərk edilir. Pedal döşəmədə rahat yerdə qurulur ki, çünki iş görüləndə rahat olsun və ayaq pedala sıxılır. Elektrik ötürücüsü işə salınır və maşının tikişlərin salınma sürəti deyəndə biz deyirik pedalın sıxılma qüvvəsindən asılıdır. Pedala təzyiq nə qədər güclü olarsa sürət də bir o qədər çox olacaq. Pedalı buraxdıqda o isə ilkin vəziyyətinə qayıdır və fırlanma sürəti maşının tam dayanana qədər azalır. Tikiş maşın ötürücüləri deyirsə əl, ayaq və elektrik olur. Əl, ayaq və elektrik. Elektrik də iki hissədən ibarətdir. Elektrik mühərriki və pedal olan hissədən. Əlləri maşın platformasında, dirsəkləri masa ilə eyni səviyyədə yerləşdirmək lazımdır. Tikiş maşınında iş zamanı iş yeri necə olmalıdır? Yaxşı işıqlandırılmalıdır. Və masanın üzərində yalnız biz nə iş görəcəksə onun üçün olan lazım alətlər, tərtibatlar olmalıdır. Və işi bitirdikdən sonra isə iş yerini yığışdırmaq lazımdır. Tikiş işlərinin yerinə yetirilməsi üçün iş yeri, yəni üzərində tikiş maşını quraşdırılmış və lazım olan alətlər olmalıdır. Tikiş maşınında işləyərkən düzgün oturuş çox vacibdir. Düz oturub gövdə və başı biraz qabağa əymək lazımdır. Emal edən əşyadan gözlərə qədər olan məsafə 30-40 sm olmalıdır. Maşının hərəkətdə olan hissələrinə çox yaxın əyilmək olmaz. Gözlərdən məmulata qədər məsafə deyiriksə 30 emal edilən məmulatdan gözə qədər məsafə deyiriksə 30-35, emal edən əşyadan deyiriksə artıq 30-40 sm götürürük. Və burada təhlükəsizlik qaydaları var. Bu hissəyə diqqət yetirmək lazımdır. İşdə hansı təhlükələr ola bilər? Barmaqların iynili zədələnməsi, elektrik cəryanı ilə zədələnmə, geyimin hissələrinin və saçların tikiş maşınının fırlanan hissələrinə ilişməsi aiddir. Və işə başlamazdan əvvəl biz nə etməliyik? Maşının sazlığını yoxlamalıyıq. Məmulatın detallarını birləşdirməmişdən əvvəl hissələr arasında əl iynəsinin və sancağın olub-olmamasını yoxlamaq lazımdır. Bəs iş zamanı nə etmək olmaz? Maşın işləyərkən yuxarı sapı saplamaq, makara qapağını quraşdırmaq olmaz. Maşın işləyərkən qayçını, məmulatı, detalı kiməsə ötürmək olmaz. Maşının fırlanan hissələrin yanında qayçı və digər alətləri qoymaq olmaz. İşi bitirdikdən sonra isə çox sadə və bəsit maşını söndürmək və iş yerini yığışdırmaq lazımdır. Və kitabda olmayan əsas bir məsələni diqqətinizi çatdırın müəllimlər. Bizə deyilsə ki, tikiş maşını neçə hissədən ibarətdir? Deyirik ki, tikiş maşını 16 hissədən ibarətdir. Dərsimizin izahı bu qədər.